Salam. Koderanın yeni nəşrində bu formada yazı işləri dəsti var. Hardasa bilmirəm 40 ya 30 dənə olmalıdır. Yəni belə 3 dənə də suallar verir. Biri blok sxem, ikisi proqram qurma, axıra düşən 3 sual tipində belə var. İndi əgər bu tipdə yəni videoları istəyirsinizsə çəkməyimi qeyd etməyi unutmayın şərh bölməsində. Deməli, başlayaq. Bir neçə dənəni bu videoda çəkək. Dəst 1-də verilib ki, daxil edilən ixtiyari 3 ədədin hasilini tapan blok sxem qur. Burada yer olmadığına görə götürək bunu. Deməli, başlanğıc ümumiyyətlə və son bu hər blok sxemdə var. Ondan sonra daxil edilən 3 ədəd deyir. Əvvəldə 3 dənə ədəd daxil eləyirəm. A, B, C ixtiyari ədədlərdə də bu ədədlərin hasilini tapan blok sxem qur. Bu çox sadədir. Yəni xətti alqoritmdir. A-nı B-yə, onu da C-yə vururam. Sonra da P-ni çapa verirəm. Və son. 1, 2. Daxil edilən natural n ədədindən əvvəlki tək ədədi çapa verən proqram qur. N ədədini daxil eləyirəm. Int input vasitəsilə. Ümumiyyətlə, proqram quranda həmişə kənarda bir ədəd ya bir qiymət götürün. Yəni, məsəl üçün, n ədədi götürün də olsun 10. Bu ədəddən əvvəlki tək ədəd nədir? Yəni, 9 gəlir. Nətər tapdım? Həmin bu ədəddən 1 çıxdım. İndi ondan 1 çıxıb 9 alıram. Avtomatik ağlıma gəlir ki, məsəl üçün 9 götürsəm, əvvəlki tək ədəd isə 7 olur axı. 9 olanda amma 2 çıxmalı oluram. Deməli, ədəd cüt olanda 1 çıxıram, tək olanda 2 çıxıram. Yəni, burada şərt verməliyəm də, ədədin tək cütlüyünə görə mən o n-dən ya 1 ya 2 çıxacam. Deməli, əgər n-i 2-yə böləndə qalıq 0-a bərabərdirsə, yəni cütdürsə onda n-dən 1 çıxmalıyam ki, əvvəlki tək ədədi götürə bilim. Əks halda, yəni cüt deyil, əgər təkdirsə, onda n-dən 2 çıxmalıyam. Print n-2, deməli qeyd eləyirik. Sonra 3-cü sual, daxil edilən 3 rəqəmli natural ədədin sonuncu rəqəminin birinci rəqəminə bölünməsindən alınan qalığı çap et. Əgər şərtdə daxil edilən 3 rəqəmli ədəd deyirsə, bunun 3 rəqəmli olduğunu göstərməyə ehtiyac yoxdur. Elə n bərabər int input yazmaq kifayət eləyir. Yəni, məsələni yoxlayan kəs bilir ki, artıq 3 rəqəmli ədəd daxil eləmək lazımdır. Burada ehtiyac yoxdur ki, yazım if n böyüdürsə 99-dan, kiçikdirsə 1000-dən, yəni 3 rəqəmli olduğunu göstərməyə gərək qalmır. Mən 3 rəqəmli ədəd daxil eləmişəm. Məsəl üçün 345. Bu ədədin sonuncu rəqəminin, yəni bu 5-in birinci rəqəminə, yəni 3-ə bölünməsindən alınan qalığı istəyir. Bu ədədin axırıncı rəqəmini və birinci rəqəmini necə buradan ayıra bilərik, onu fikirləşirik. Ümumiyyətlə, ədədin rəqəmləri ilə bağlı proqramlar olanda, ədədin rəqəmlərini ya 10-a, ya 100-ə, ya 1000-ə bölünməsindən alınan qalıq tam hissə ilə tapırıq. Məsəl üçün, bunu 10-a böləndə qalıq 5-i verir. Deməli, bu axırıncı rəqəmini götürdüm. Deməli, bir dənə B ilə. B bərabər olsun, n-i 10-a böləndə qalıb. Bu mənə 5-i verdi. Ancaq 10 yox, 100, 1000, yəni digər ədədlər də ağlıma gətirəm. Sadəcə ya qalıq olacaq, ya tam hissə. 300 deyirəm də, 345. Yəni, 345-də neçə dənə 100-lük var? Elə 3 dənə. Deməli, bu ədədi 100-ə böləndə tam hissədə mənə verəcək 3-ü. Təbii ki, başqa yollarla da tapmaq olar, yəni fərqli formalarda qura bilərik. Bundan sonra verib ki, həmin ədədin sonuncu rəqəminin, yəni bu B-nin birinci rəqəminə A-ya bölünməsinə alınan qalığı çap elə. Onu da yazıram. Print B-ni A-ya böləndə alınan qalıq. Bu olur birinci dəst. Sonra ikinci dəstə baxaq. Deməli, daxil edilən ixtiyari tam ədədin 0-a bərabər, böyük və ya kiçik olub olmadığını təyin edən blok sxem qur. Yenə başlanğıc. Bir dənə ədəd daxil edirəm. İxtiyari bir ədəddir, n ədədi məsələn. Deyək, bu ədədin 0-a bərabər, 0-dan böyük və ya kiçik olduğunu yoxla. Təbii ki, necə yoxlayacağam? 0-dan böyüdürsə yazacağam, n əgər böyüdürsə 0-dan,
Hər qolunda yazacağam ki, böyüdür. Yəni sıfırdan böyüdür. Burada da çap blokunun içində söz yazanda mütləq dırnaq içində yazmaq lazımdır. Necə ki, printdə dırnaqda yazırıq, burada da elə. Əks halda, yəni ədədim təbii ki, sıfırdan böyük deyilsə, müsbət deyilsə, ya mənfidir, ya da sıfırdır. 2 dənə şərt qalır deyə, yox, qolunda bir şərt daha verirəm. Yəni, n əgər sıfırdan kiçikdirsə, çap blokunun içərisində yazıram kiçikdir sözü. Əks halda artıq yəni sıfırdan böyük deyilsə, kiçik deyilsə, o da sıfırdır da deməli. Burada yazıram ki, sıfıra bərabər, yəni bərabər olub olmadığını yoxlayırdım da, bərabər yazıram. Yəni sıfırdan böyükdür, sıfırdan kiçikdir və yaxud bərabərdir. Bu üçünü bir qolda birləşdiririk. Daha sonra da son. Bu 1, 2, bəs 3 niyə düşməyib? 3 çəkməmişəm, onda eyb yox. İkinci sualda verilib ki, daxil edilən natural ədədi, yəni onluq ədəddir də məlum məsələ ki, 8-li say sisteminə çevir. Əvvəlcə yazıram n bərabərdir. Int input. Bir dənə onluq ədəd götürək. Məsələn, olsun neçə? 66. Yəni kiçik götürdüm də. Bunu onluqdan 8-yə çevirəndə 8-ə bölürəm, düzdürmü? Mənə nə lazımdır burada? Qalıqlar. Bir qalığı götürürəm, bir də tam hissəni. Təzədən bu 8-i yenə 8-ə bölürəm də. Yenə qalığı götürürəm, bir də tam hissəni. Belə eyni prosesi təkrarlayıram axı. Amma dövrlərin sayını da bilmirəm də, yəni neçə dəfə təkrar edəcəyimi bilmirəm. Ona görə deməli şərtli dövrdən istifadə edəcəm, while-dan. Və ədədi növbəti dəfə ən axırıncı qalıq alınır. Ya 1 alınacaq, ya 2, ya 3, neçə alınırsa da fərqi yoxdur. Axırıncı bu alınan qalığı deməli bir də ona bölsəm tam hissə nə düşür? 0 alınır. Ona yox, daha doğrusu 8-ə. 8-ə bölsəm tam hissə nə düşür? 0. Deməli ədədim nə qədər ki 0-dan böyükdür, nə qədər ki 0-dan böyükdür, dövr eləsin. Və biz necə yəni yazdıq, hesabladıq? 8-ə böləndə qalığı götürdük. Çünki biz 8-yə çevirəndə qalıqları axırdan əvvələ yanaşı düzməliyik. Bizə qalıqlar lazımdır. Ona görə yazıram. N-i 8-ə böləndə alınan qalıq götürdük bu 2-ni məsəl üçün. Sonra növbəti dəfə alınan tam hissə lazımdır axı mənə ki, o tam hissəni təzədən 8-ə bölüm. Ona görə n bərabər n-i 8-ə böləndə alınan tam hissəni ayırıram. Yəni 8-i götürürəm. İndi qalır bu qalıqları axırdan əvvələ düzmək. Növbəti dəfə məsəl üçün n-i 8-ə böləndə tam hissə 8 düşəcək. 8-i 8-ə böləndə qalıq 0 olacaq. Birinci dəfə k-nın qiyməti 2 olur. İkinci dəfə k-nın qiyməti 0 olur. 8-i 8-ə böləndə tam hissə 1 düşür. 1 böyükdür 0-dan nə? 1-i 8-ə böləndə qalıq alınır neçə? 1. 1-i 8-ə böləndə tam hissə bax 0 düşür. 0 böyükdür 0-dan yox deyib dövrdən çıxırıq. Sadəcə alınan bu qalıqları biz belə düzməliyik də, yəni axırdan əvvələ. Bunları da təbii ki, ədəd kimi yox, sətir kimi toplamalıyam ki, yanaşı formada düzülsünlər. Əvvəldə ona görə bir dənə boş sətir götürürəm və S bərabərdir. İndi S üstəgəl STRK yazmalıyam, yoxsa STRK üstəgəl S. Belə ki, əgər S üstəgəl STRK yazsam, onda 201 kimi alınacaq. Çünki S-in üstünə, dırnağın üstünə gələcək k-nın qiyməti dırnaqda 2-ni alacaq dırnaqda 2. Sonra S-in qiyməti dırnaqda 2-də, axı bunun üstünə k-nın qiyməti dırnaqda 0-ı gələcək, 2 0 alınacaq. Sonra 2 0-ın üstünə STR k-nı gələcək dırnaqda 1, 201. Axı mən 102 kimi almaq istəyirəm. Deməli onda bunların yerini dəyişirəm. Çünki sətirlərdə bilirik ki, yəni toplayanda yerlərinin fərqi var da. STR k üstəgəl amma S yazsam, birinci k-nı götürəcək, sonra S-i. K-nın qiyməti olacaq dırnaqda 2, sətir tipinə çevirir də, üstəgəl S olacaq dırnaqda boşluq. Bu bizə verəcək dırnaqda 2-ni. Sonra STR-K, yəni dırnaqda 0, üstəgəl dırnaqda 2 verəcək 0, 2-ni. Yenə STR-K dırnaqda 1, üstəgəl S, yəni dırnaqda 0, 2 alacam dırnaqda 102. Və çevirdim, dövrdən çıxıb yazacam print S. Üçüncü sual düşməyib, onu tək çəkim.
Üçüncü sualda budur. Deməli, verilmiş siyahının ədədi ortasından, yəni bu siyahının ədədi ortasından böyük olan siyahının elementlərini çapa ver. Məsəl üçün, bu siyahının elementlərin ədədi ortasını tutaq ki, da 35 almışıq, məsələn deyirəm. Bundan böyük elementləri hansılar olur? 39-dur, 44-dür. Həmin elementləri çapa versin. Deməli, burada əvvəlcə biz siyahının ədədi ortasını tapmalıyıq. Yazaq, bir dənə A siyahısı. A bərabərdir 5, 39, 15, sonra 20, 9, 44 bu formada bir siyahı. Mən bilmədim, mənfi idi yoxsa? Bunlar mənfidir. Olsun mənfi. Mənfi 39, mənfi 9 fərqi yoxdur. Bunların ədədi ortasını tapanda bilirəm ki, ədədi orta ədədlərin cəminin sayına olan nisbətidir. Ədədləri cəmləmək üçün ağlımıza, yəni siyahılarda olan sum funksiyası gəlir. Ümumiyyətlə, proqramı qurarkən siyahı ya sətirlərdən söhbət gedirsə, ora aid olan funksiya və metodları həmişə göz öndə, yəni saxlamaq lazımdır. Məsəl üçün, ən böyük elementi deyirsə, siyahının maksimum ola bilər və yaxud da təkrar elementlər deyirsə, count ola bilər. Deməli, ədədlərin cəmini istəyirəmsə, sumdan istifadə edəcəm. Sum A-nı bölürəm. Təbii ki, siyahının elementlərini bir-bir sayan funksiya da var, len funksiyası. Deməli, cəmini sayına bölsəm ədədi ortanı tapıram. İndi deyir ki, bu B-dən böyük olan elementləri çapa ver. Deməli, mən bir-bir yoxlamalıyam ki, görüm hansı elementi B-dən böyükdür. Burada da dövr gedir. Ona görə for-dan istifadə edirəm. Yazıram for i in A. Yəni, burada i A-ya daxildir də, A-nın elementlərini bir-bir götürür. Və şərt verirəm ki, əgər həmin o elementi B-dən böyükdürsə, deyir həmin elementini çapa ver. Print i. Print'i təbii ki, if-in daxilində yazıram ki, hər dəfə, yəni modulca böyük elementlərini çapa versin. Amma ədədi ortasından modulca böyük olan elementləri. Məsəl üçün, mənfi 39-un modulu müsbət 39 eləyir. Artıq müsbət 39 olsa böyük olur axı. Ona görə burada əslində ABC absolut yazılmalıdır. Yəni, i-nin modulu. Çünki mənfi 39-un modulu müsbət 39 eləyir də. Yəni, ədədi ortadan modulca böyük olan elementi. Sonra üçüncü dəst, daha doğrusu. Nə buydadır. 3-ə tək baxaram. 1 ilə 2-ni quraq əvvəlcə. Bir 100 parçasındakı tək ədədlərin cəmini, cüt ədədlərin isə hasilini çapa verən blok sxem qur. Deməli, burada dövr gedəcək. Çünki mən bu parçadakı ədədləri bir-bir götürüb yoxlayacağam ki, tək ədəd hansıdır, cüt ədəd hansıdır, onların cəmi və hasilini tapmalıyam. Dövrün başlanğıcını həmişə əvvəldə qeyd etməliyik. Yəni, bir dənə i bərabər 1 yazıram. Bu x də olar, f də olar, fərqi yoxdur da bir parametrdir. Yəni, i bərabər 1. Əgər cəmdən söhbət gedirsə, əvvəldə bir dənə s bərabər 0 yazırıq. Hasildən söhbət gedirsə, p bərabər 1 yazırıq. Çünki biz cəmləyəndə 0-ın üstünə məsəl üçün deyirəm 2 gəlsək, yenə 2 alacağıq da, bu 0 bir şey ifadə etməyəcək. Amma hasil tapanda ilkin qiyməti 0 götürsəm, 0-ı 2-yə vursam mən 0 alacağam və hər dəfə 0-a vuracaq və cavab 0 eləyəcək. Hasil olanda ilkin qiyməti 1 götürürük ki, məsəl üçün 1-i 2-yə vuranda 2 alsın. Onsuz da bu 1-ə vurma bir şey ifadə eləmir. Bundan sonra dövr hara qədər gedir? Bunu şərt blokun içərisinə veririk. 1-dən neçəyə qədər? 100-ə qədər. Parça kimidir deyə 100-ün özü də daxil olmalıdır. Ona görə i kiçik bərabər 100 yazıram. İndi bu ədədlərin içərisindən təklərin və cütləri ayırmalıyam. Ona görə bir dənə də şərt daha verirəm ki, əgər i-ni 2-yə böləndə qalıq 0-dırsa, yəni cütdürsə, cütdürsə hasilini tapsın. Hasil üçün p götürmüşdüm də. P bərabər p vuraq i. 1-i vurur həmin o cüt olan i-yə. Əks halda təbii ki, cüt deyilsə təkdir də. Təklərin isə cəmini istəyir. S bərabər S üstəgəl i. Və i neçə artmalıdır 1-dən 100-ə qədər? Deməli, 1-1 artmalıdır ki, o parçadakı bütün ədədləri belə götürüb yoxlasın.
və geri qaytarırıq. Burdan əvvələ, yəni dövrə. Nə vaxt ki, şərt ödəmir, dövrdən çıxır, həm S-i, həm də P-ni çapa verir. Belə, daha sonra növbəti suala baxaq. Növbəti sualda verilib ki, daxil edilən natural ədədin rəqəmləri cəminin ədədin özünə tam bölünüb bölünmədiyini yoxlayan proqramdır. Yazıram. N bərabərdir. Int input. Müxtəlif yollarla yenə deyirəm. Qurmaq olar bunu. Amma ədədin rəqəmlərini götürmək üçün standart bir proqram var. Məsəl üçün, ədəd götürürəm. 345, lap 2 də yazım. Bu ədədin axırıncı rəqəmini bayaq da qeyd elədim ki, ya 10-a, ya 100-ə böləndə alınan qalıqla ədədin rəqəmlərini götürmək olur. Bunu önə böləndə alınan qalıq 2-ni verir bizə. Növbəti dəfə amma ədədin rəqəmi olaraq 5-i götürmək istəyəndə, buradan ona böləndə tam hissəni ayırsam, 345 düşəcək də, yəni bu ədədi tam hissə, ona böləndə tam hissəsini götürsəm. Yenə bunu ona böləndə qalıq 5 düşəcək. Yenə tam hissəni ayırsam 34 düşəcək. Ona böləndə qalıq 4-ü verəcək. Yenə tam hissəni ayırsam ona böləndə, yəni tam hissəni 3 düşəcək. 3-ü ona böləndə qalıq 3 olacaq. Yenə tam hissəni ayırsam 3-ü ona böləndə tam hissə 0 düşəcək. Deməli bu qayda ilə ədədin rəqəmlərini götürmək olur da, ta ki hara qədər? Ədəd 0-a çevrilənə qədər. Və bilmirəm də neçə dəfə bu prosesi təkrarlayacağam. Dövrlərin sayı məlum deyil. Eyni prosesi təkrarlayıram. Onda şərtli dövrdən istifadə edirəm. Yəni ədədim nə qədər ki var, 0-dan böyükdür, dövr elə. Nə etdik? Ədədi ona böləndə alınan qalığı götürdük. Bir də ədədi ona böləndə tam hissəni ayırdıq. Sonra nə deyir? Ədədin rəqəmləri cəmi lazımdır. Cəm olanda bayaq da qeyd elədim ki, ilkin qiyməti 0 götürürük. Ədədin rəqəmləri burada k-larda axı ona bölünməsindən alınan qalıqlardır. Həmin bu k-ları cəmləyirəm. İndi dövrdən çıxandan sonra şərt verirəm ki, əgər ədədin özü rəqəmləri cəminə bərabərdirsə, yes, əks halda no sözü çapa verdi. Yəni bölünüb bölünmədiyini yoxla. İndi burada bir şeyə diqqət eləmək lazımdır. N-in ilkin qiymətini mən 3452 götürmüşdüm. Amma dövr daxilində dəyişdi, axırda N nəyə çevrildi? 0-a. Mən əgər dövrdən çıxandan sonra yazsam ki, S bərabərdirsə N-ə, bu səhv olar. Çünki N axırıncı qiyməti olaraq 0-ı götürüb yoxlayacaq. Mənə isə onun ilkin qiyməti lazımdır ki, ədədin özünün rəqəmləri cəminə bərabər olub olmadığını yoxlayım. Ona görə əvvəldə burada bir dənə yer yoxdur, mən yanına yazacağam, amma əslində alt-alta yazılmalıdır. Burada bir dənə yazıram, T bərabər N. Yəni, T-yə bir dənə N-in qiymətini mənimsədirəm. Və burada N-in əvəzinə T yazıram. Yəni, həmin o N-in ilkin qiymətini götürsün də T. Əgər S T-yə bərabərdirsə, yazıram print yes, yəni bölünür. Əks halda print no, yəni bölünmür. Bunu başqa üsulla da yazmaq olar. Bu birinci üsul olsun. Belə də götürmək olar ədədin rəqəmlərini. Əgər bu sizə qarışıq gəlirsə deyək. Int input yazmadım. Int input belə ki, ədədin rəqəmlərini əgər məsələn 3452-dir də, mən bunu sətrə çevirsəm, onda bu sətrin simvollarını bir-bir götürə bilirəm də bir dəfəlik 3-ü, 4-ü, 5-i, 2-ni. Ona görə bu ədədi sətr tipinə çevirəm. Bir dənə yazıram. B bərabər setr n. Onda B-nin qiyməti olur dırnaqda 3, 4, 5, 2. Artıq sətrə müraciət etmək üçün for-dan istifadə edirəm. For i in B yazsam, i burada dırnaqda 3-ü, 4-ü, 5-i, 2-ni bir-bir götürür. İndi bunları cəmləmək üçün də yenə cəm üçün əvvəldə bir dənə 0 yazıram. S bərabər S plus i yazsam, axı i burada dırnaqda 3-dür, yəni sətr kimi cəmləyəcək. Ona görə int i yazıram ki, ədəd kimi cəmləsin də, dırnaqda 3-ü tam tipə çevirib, ədəd kimi 3 kimi cəmləsin. Bu qayda ilə ədədin rəqəmlərini cəmləyəcək. Dövrdən çıxandan sonra şərt verəcəm ki, əgər bu S bərabərdirsə ədədin özünə, yəni rəqəmləri cəm özünə bərabərdirsə, print yes, əks halda no. Belə də qurmaq olar. Bəlkə hətta başqa yollarla da qurmaq olar. Yəni kimə necə rahat elə. Sonra bu 3-ü saxladım, böyükdür deyə ayrıca götürəcəm buradan.
Daxil edilən natural üç rəqəmli ədədlərdən aşağıdakı formada yeni ədəd düzəlir. Ədədin ilk və ikinci və üçüncü rəqəmi cəmlənir. Burada saxlayıram. Ardını bütöv oxusam heç nə mənə aydın olmayacaq. Mərhələ-mərhələ. Deməli, bir dənə üç rəqəmli ədəd götürürəm. Olsun 376. Ədədin ilk və ikinci, yəni 3 ilə 7 rəqəmi cəmlənir. Bir də ikinci ilə üçüncü, yəni 7 ilə də 6 cəmlənir. Aha, cəmləndi. Alınmış bu iki ədəd, məsəl üçün bunu aldım 10, bunu aldım 13. Bu iki ədəd artma sırası ilə düzülür. Yəni 10-13 kimi, yəni artan ardıcıllıqla düzülür. Məsəl üçün 982-dirsə, 9 ilə 8-i cəmləyib 17, 8 ilə 2-ni cəmləyib 10 alıb, amma 10-17 kimi də artma ilə düzülür. Proqram bütün üç rəqəmli ədədlərin içindən, yəni bütün üç rəqəmli ədədlər 100-dən bilirik ki 999-a qədərdir. Bunların içərisindən hansı ədədlərdən 1217 alınar, onları çap eləməlidir. Bu proqram Python dilində yaz. Ümumiyyətlə burada mən bu prosesi bütün üç rəqəmli ədədlər üçün bir-bir yoxlayacamsa dövr gedəcək. Burada isə dövrlərin sayı bizə məlumdur da 100-dən 999-a qədər dövr edəcək. Bunu belə göstərərəm. For in range 100-dən 999-un özünü götürsün deyə bura 1000 yazıram da, çünki 1000-in özü daxil olmur axı. Məsəl üçün də i-nin birinci qiyməti 100-dür. Bu ədədin ilk rəqəmini necə götürərəm? Ümumiyyətlə, üç rəqəmli ədədin ilk rəqəmini götürmək üçün bayaq da yazdıq. Yəni, buna oxşar proqram var idi. Ədədi 100-ə böləndə, yəni bu i-ni 100-ə böləndə alınan tam hissəni götürərəm. Yəni, 3-ü 100-ə böləndə tam hissə, məsəl üçün 3 düşəcək və yaxud 100-ü 100-ə böləndə tam hissə 1 düşəcək. Yəni, ədədin ilk rəqəmidir. Sonra ikinci rəqəmini də götürməliyəm. Bunun üçün də yazıram, B bərabərdir. İndi fikirləşirəm ki, bu ortadakı 7-ni necə buradan ayırım? Məsəl üçün, bunu 10-a böləndə tam hissə 37-ni verir. 37-dən də 7-ni almaq üçün həmin o 37-ni 10-a böləndə qalığa ayıraram. Deməli, i-ni 10-a böləndə alınan tam hissəni götürəcəm. Bunu da 10-a böləndə alınan qalığa ayıracam. Başqa cür də yazmaq olar. Məsəl üçün, 100-ə böləndə alınan qalığı götürərəm 76. Bunu 10-a böləndə tam hissəni götürərəm 7. Yəni, fərqli formalarda yazmaq olar. Buradan 6-nı götürmək üçün də ümumiyyətlə istənilən ədədə fərqi yoxdur, neçə rəqəmli olur olsun. Həmin ədədi 10-a böləndə qalıq ədədin axırıncı rəqəmini verir, yəni 6-nı. İndi burada ədədin birinci və ikinci rəqəminin cəmini bir dənə D1 ilə ifadə edirəm. Bu olsun A plus B, yəni məsəl üçün 3 üstəgəl 7, 10 elədi də. İkinci və üçüncü rəqəminin cəmini də bir dənə D2 ilə ifadə edirəm. İkinci rəqəmi olur B, üçüncü rəqəmi olur C. Sonra deyir ki, bunları artma sırası ilə düz. Məsəl üçün, bunu 10 almışamsa, bunu 13 almışamsa, mən bunları 10-13 kimi yanaşı düzməyim üçün bunları sətir tipində cəmləməliyəm də. Çünki sətir kimi ancaq cəmləyəndə belə yanaşı formada düzə bilərəm. Amma deyir, artma ardıcıllığı ilə düz. Onda şərt verirəm ki, burada əgər D1 D2-dən böyükdürsə, S bərabər, məsəl üçün D1 13, D2 10-dursa, D1 əgər D2-dən böyükdürsə, onda artmaya görə D2-ni götürməlidir də, kiçik olanı birinci götürməlidir. STR D2 üstəgəl STR D1. Bax, fikir verək, D1 13-dür, D2 10. 13 böyüdü mü 10-dan? Hə, onda STR D2, yəni dırnaqda 10, üstəgəl STR D1, dırnaqda 13, 10-13 verir. Əks halda ola bilər ki, D2 D1-dən böyük olsun, yəni burada yazdığım kimi. D2 D1-dən böyük olsa, onda yazacağım STR D1 üstəgəl STR D2-yə. Yəni sətir tipində cəmləyəcək. İndi bundan sonra da nə deyir? Deyir, alınan həmin bax bu ədəd 1217-yə bərabərdirsə ədədi çap elə. Onda bir dənə də if verirəm ki, aldığım bu S, mən bu S-i sətir kimi almışam da, dırnaqda almışam bunu, düzdürmü? Bunu int tipinə çevirirəm ki, ədəd kimi elə ki 1013 alım. Çünki burada ədəd kimi 1217 verib.
Yəni int s əgər bərabərdirsə 1217-yə, həmin ədədləri çap etməlidir deyir. Yəni bu şərti ödəyən ədədin özü i-dir. Biz i-nin üzərində əməliyyat aparmışıq da. Yazıram print i. Bu formada dövr eləyəcək. Bu da olur 3-cü dəst 4. Bir n aralığındakı tək ədədlərin kvadratları hasilini və cüt ədədlərin kubları cəmini təyin edən blok sxem qur. Yenə də birdən n-ə qədər ədədləri bir-bir mən götürüb yoxlamalıyam ki, hansı təkdir onun kvadratını, yəni hasilini hesablayım. Hansı cütdürsə cəmliyim, yəni kublarını. Deməli, burada dövr gedir. Və dövrün başlanğıcı olaraq 1 verilib. Çünki birdən n-ə qədər ədədləri yoxlayıram. Həmişə dövrün başlanğıcını əvvəldə qeyd edirik. Və burada hasil və deməli, hasil və nəydən söhbət gedir? Niyə belə oldu? Hasil və deməli, cəmdən söhbət gedir. Onda hasil üçün əvvəldə bir dənə yazıram P bərabər 1. Cəm üçün də yazıram bir dənə S bərabər 0. Bayaq yenə izah elədim ki, cəm olanda niyə 0 götürürük, hasil olanda niyə 1? Yəni, bayaqki suallarda izah etdim. Geri qayıdıb baxa bilərsiniz nəyə görə olduğunu. Daha sonra bir dənə şərt bloku çəkirəm. Dövrün hara qədər getdiyini təyin edirəm. Birdən n-ə qədər gedib də dövr. Amma belə verib. Fikir verin, n daxil deyil də, aralıq kimi verib. Amma bir daxildir, parça kimi verib. Onda ilk kiçikdir n yazıram. Kiçik bərabər yazmıram da, n-in özü daxil deyil. Hər qoluna gəlir. Həmin bu birdən n-ə qədərki ədədlərin içərisindən təkləri və cütləri ayırır. Ona görə bir şərt də verirəm ki, əgər i-ni 2-yə böləndə qalıq 0-dırsa, cütdürsə onda kublarını cəmləməlidir. Cəm üçündə s-i 0 götürmüşdüm. S bərabər s üstəgəl i-nin kubu. Əks halda əgər, yəni təkdirsə onda kvadratlarının hasilini hesablamalıyam. P bərabər P vurulsun i-nin kvadratı. Təbii ki, i belə qala bilməz. Artmalıdır da burada. Birdən n-ə qədər gedirsə, i bərabər i plus 1 yazacaq və buradan geri qayıdır əvvələ. Nə vaxt ki, şərt ödənmir, dövrdən çıxır, həm s-i, həm də p-ni çapa verir. Birinci sual. Sonra ikinci sual. Daxil edilən n natural ədədi A və B ədədinə tam bölünərsə, hə, əks halda yox, bu asandır. N bərabərdir int inputu yazırıq. Və şərt verir. Əgər deyir n A-ya bölünərsə, və yazılıb da, və-ni and kimi göstərəcəyik. Və B-yə bölünərsə, yəni B-yə böləndə qalıq 0-dırsa, deyir hə sözü çap olunsun. Print hə yazırıq. Əks halda print no. Burada deməli və ya desəydi, and əvəzinə or yazardıq. Və dediyi üçün and götürdük. Daxil edilən natural ədədin sadə və ya mürəkkəb olduğunu çapa verən proqram qur. Deməli, n bərabərdir yazırıq int input daxil edilmiş bir dənə ədəd götürürük. Ədədin sadə və mürəkkəbliyini necə yoxlayırıq? Məsələn, 12 mürəkkəb ədəddir. Niyə görə? Çünki 1-ə və özündən başqa 1-12 aralığında 2-yə, 3-ə, 4-ə, 6-ya ədədlərə bölünür. 13 sadədir. Niyə? Çünki ancaq 1-ə 13-ə bölünür. Bu aralıqdakı heç bir ədədə bölünmür. Deməli, mən bir ədəd götürürəm və həmin ədədin 1-ə və özündən başqa, yəni 2 və özü aralığında deyək də, yəni 12 yox, 11-ə qədər. Bu aralıqdakı hər hansı bir ədədə bölünüb bölünmədiyini yoxlayıram. Əgər 1-ə və özündən başqa bu aralıqdakı başqa bir ədədə bölünürsə, mürəkkəbdir. Bölünmürsə, sadədir. Və burada dövr gedir axı. 1-1 çünki özünə qədərki ədədlərə bölünüb bölünmədiyini yoxlayıram. Deməli, dövr yaratmaq üçün də yazıram for i in range.
dövrün başlanğıcını 2-dən götürürəm. Çünki 1-ə və özünə onsuz da istənilən ədəd bölünür. 2-dən özünə qədər, yəni n-ə qədər. Belə yazdıqda, məsəl üçün, n 12-dirsə, 12-nin özü daxil olmur da, 11 götürür. Yəni, 1 və özü aralığındakı hər hansı bir ədədə bölünüb bölünmədiyini yoxlayır. İndi ədədin, yəni şərt verirəm də, n-im i-yə böləndə qalıb 0-dırsa, yəni bu aralıqdakı hər hansı bir ədədə bölünürsə, bölənlərini cəmləyirəm. Cəmləmək, yox, sayıram daha doğrusu, bölənlərini saymalıyam. Saymaq üçün əvvəldə bir dənə k bərabər 0 yazıram ki, 0-ın üstünə 1 gəlməklə dövrü başladım. K-nın ilk qiymətini məsəl üçün 1 alıramsa, növbəti dəfə 1 vahid artır 2 olur. Beləliklə, yəni bölənlərini sayır. Dövr qutarır, ümumiyyətlə, dövrdən çıxır. Əgər, yəni 2 və özü aralığında heç bir ədədə bölünməyibsə, yəni k-nı saymayıbsa, elə 0 qalıbsa, deməli sadə ədəddir də yazıram, print sadə. Yox, əgər əks halda, yəni ola bilər ki, k hər hansı bir ədədə, yəni də daha doğrusu n hər hansı bir ədədə bölünər, k-nı sayarıq, onda yazarıq print mürəkkəb ədəd. Bu videoluq bu qədər. Əgər davamını istəyirsinizsə qeyd edərsiniz, yəni digər yazı işlərinin davamını çəkərəm. Gələn videolarda görüşənədək.